Pakistanda nəticəsiz başa çatan ABŞ-İran təmasları regionda onsuz da gərgin olan geosiyasi mənzərəni daha da mürəkkəbləşdirib. The Wall Street Journal nəşrinin yaydığı məlumatlara görə Vaşinqton artıq diplomatik kanalların yetərsiz qaldığı ssenarilərə paralel olaraq hərbi variantları da ciddi şəkildə nəzərdən keçirir. Bu isə o deməkdir ki, masa üzərində artıq təkcə razılaşma yox, həm də təzyiq alətləri var. Mənbələrin iddiasına görə Donald Trump administrasiyası İranı geri addım atmağa məcbur etmək üçün məhdud hədəfli zərbələr variantını yenidən gündəmə gətirib. Bu cür zərbələr əsasən strateji obyektləri hədəfə ala və psixoloji üstünlük yaratmağa hesablanmış ola bilər. Deyilənə görə məqsəd tam miqyaslı müharibə yox, danışıqlar masasında üstün mövqe qazanmaqdır. Lakin tarix göstərir ki, məhdud zərbə anlayışı çox vaxt gözləniləndən daha geniş eskalasiyaya yol aça bilir. Əlbəttə, atəşkəsin pozulması və müharibənin yenidən alovlanması ehtimalları az deyil. Ona görə ki, ABŞ müharibədə iştirak edən qüvvələri heç də çəkməyib və sadəcə proses danışıqlar masası üstündə gedir və onların nəticələrinə görə qərarlar qəbul edilməsi istisna olunmur. Digər tərəfdən tam miqyaslı bombardıman ssenarisi də tamamilə istisna edilmir. Bu isə artıq təkcə İranla qarşıdurma deyil, bütün yaxın şərqdə güc balansını dəyişə biləcək proseslərin başlanğıcı deməkdir. Bununla belə ABŞ daxilində və beynəlxalq arenada formalaşan bu mürəkkəb fon Vaşinqtonun qərar vermə prosesini daha da çətinləşdirir. Xüsusilə ictimai rəyin və qlobal reaksiyaların nəzərə alınması hərbi addımların yalnız strateji deyil, həm də siyasi məsuliyyət daşıdığını göstərir. Məhz bu məqamda ekspertlərin diqqət çəkdiyi digər vacib bir detal ortaya çıxır. ABŞ-nin bu prosesdə təkcə geosiyasi deyil, eyni zamanda daxili iqtisadi və hərbi imkanları da müəyyən məhdudiyyətlərlə üz-üzədir. Saldırı için öncelikle Amerika kamuoyunun hükümete, yani Trump hükümetine bu konuda gerekli desteği tam manasıyla vermediği ve uluslararası kamuoyunun Amerika Birleşik Devletleri'ne baskı unsuru şekliyle küresel petrol ve ekonomik krizleri tetikleyebileceği yönündeki olumsuz tutumları da Amerika'yı genel saldırılardan vazgeçmeye zorladığı anlaşılmaktadır. Fakat unutulmaması gereken bir diğer husus ise Amerika'nın ekonomik yönden ve askeri lojistik yönünden de sıkıntılar içerisinde olduğu husustur. Bütün bu ssenarilər fonunda aydın olan bir məqam var. Artıq proses sadəcə iki ölkənin arasında münasibətlərdən ibarət deyil. Bu, böyük güclərin maraqlarının toqquşduğu, diplomatiya ilə hərbi güc arasında incə balansın qorunmağa çalışıldığı mürəkkəb bir oyundur. Və bu oyunda atılan hər bir addım yalnız regionun deyil, qlobal təhlükəsizlik arxitekturasının gələcəyini müəyyən edə bilər. Nəticə etibarilə hazırki vəziyyət ya müharibə, ya sülh kimi sadə seçimdən daha mürəkkəbdir. Daha real ssenari odur ki, tərəflər bir müddət həm təzyiq, həm də diplomatiyanı paralel şəkildə davam etdirəcək. Amma bu balansın nə qədər davam edəcəyi və hansı nöqtədə pozulacağı artıq təkcə Vaşinqton və Tehranın yox, bütün dünyanın diqqət mərkəzindədir.